Salam, sizə mən belə bir maraqlı oyun göstərmək istəyirəm. Bu oyun elə bir oyundur ki, uşaqları bir yerə yığan, ailəni bir yerə yığan çox maraqlı iqradır. Burada belə balaca kartlar var, rəngli-rəngli, sarı rəngdə, qırmızı rəngdə, yaşıl və rəqibimdə olduğu kimi göy rəngdə. Bu kartları yaşıl bir nəfərindir, mavi bir nəfərin, sarı isə bir nəfərin, ya da qırmızı ya da hərədə bir dənə rəng düşür. 4 nəfərdən artıq olmur bu oyun. Deməli, oyuna başlayanda bu iqradan mən deməli almışam. Hər mağazada yoxdur, sözün düzü bundan. İstəsəz maraqlı olsa şərhlərdə yazarsınız, deyərəm hansı mağazadan ala bilərsiniz. Deməli 3 dənə kart götürə bilirsiniz. Məsəl üçün mənim əlimdə 3 dənə kartım var. Baxın, kartlarımız bunlardır. Düşdü, bunları da göstərim sizə. 2 sıçan, bir dənə də südüm var məsəl üçün. Və bu süddür. Süd nəzərdə tutulur. Rəqibim yaşca məndən balaca olduğu üçün birinci o başlayacaq oyun oynamağa. Gəl. Aha. Rəqibim sağ olsun, mənim üçün tələ gəldi. Mən də yanına məcburiyyətdən sıçan qoymalıyam. Çünki həmdə başqa kartlarım yoxdur. Və sıçan aydın məsələdir ki, tələyə düşən kimi ölür. Aha, gəl. Kartımız əlimizdə 2 dənələrdən sonra tez yenə də kart götürməliyik. Kartımız yəni ki, elə olmalıdır ki, hər birimizin əlində 3 dənə olsun. Yəni, məsəl üçün rəqibimi görürsünüz, pendiri gəldi. Mən o pendirdən mən də gedib yeyə bilirəm. Öz sıçanımı qoyuram yanına və başlayır mənim sıçanım burada yeməyə, pendir yeməyə. Aha. Sağ olsun, rəqibim yenə də məni heç təəccübləndirmədi və bura götürdü, yenə də tələ qoydu. Mənim sıçanlarımın ikisini də öldürdü. Baxın, ikisini də öldürübdü. Eyb yox, onun əvəzini çıxarıq nə vaxtsa. Bir dənə sıçanım var, üstündə belə pişik şəkli var. Burada bir dənə pişik olacaq. O pişiyə qarşı bu sıçanların immuniteti olur. Yəni bu pişik elə bil ki, həmin mənim sıçanımı öldürə bilməyəcək. Belə. Aha, gəl. Ayla. Aha. Məsəl üçün, görsən rəqibim özü üçün yığır yavaş-yavaş pendirlərdən. Məndə yenə də pendir yoxdur. Özü fikir verin, heç də özü üçün sıçandan falan yığmayıb, elə yavaş-yavaş yemək əvəzi yığır özünü. Yox, mən də bir dənə tələdən gəlim bura sənin üçün. Bu tələni saxlayayım, gələcəkdə mənə lazım olar. Mən də gəl onun üçün təhlükəli bir vəziyyət yaradım, pişiyi qoyum ora. Pendirin ucuna. Görürsünüz nə edir? Pişiyin yanına süd qoyur ki, bu nə deməkdir? Süd olanda, südü pişiyin yanına qoyanda, bu o deməkdir ki, sən oyunda artıq o pişiyi südlə doydurmuş olursan və pişik yanına sıçanlar olsa, onları yeməmiş olacaq. Okay. Tərs kimi məndən yenə də tələ düşür. Bu daşları sən qarışdırmısan özün belənçinə. Neysə, gəl tələni qoyaq buradan. Bilmirəm artıq hardan qoyum tələni. Aha. Maraqlı kart gəldi yenə ki, oyun getsin də. Yox da xeyr. Neysə, bu kartlar belənçinə gedir. Yığ, gəl. Məsəl üçün görürsünüz, indi sıçanı çıxdı, qoydu pendirin yanına ki, o yesin. İndi biz əslində burada sıçan qoya bilməyəcəyik, burada sıçan qoya bilməyəcəyik. Çünki sıçan qoysaq pendirdən yeyəcək, amma buradan tələ vurub öldürəcək onu. Kartlar belə. Görürsünüz, məsəl üçün ora pendir qoydu, öz göy kağız onun kağızıdır deyə göy kağızın yanından pendir qoyur ki, yəni o sıçanı onu yeyə bilsin. Əlimizdə kart 3 dənə olması üçün yenə də sıçan buradan kartdan götürürəm. İndi məsəl üçün sıçan çıxdı mənə. Mən də qoyuram, buradan gedir. Bu sonda hesablanır ki, kimin nə qədər çox sıçanı ölübdür və kimin nə qədər sıçanı çox pendir yiyibdir. Məsəl üçün, mən də onun üçün pişik qoyuram. Onun pendir yiyən sıçanını öldürmüş oluram. Əgər süd qoya biləsi olsa, o yəni oyunda uzmamış olsa olsun, o da özünü gecikdirmədi və tez bir şəkildə mənim üçün pişik qoydu. Mən də o pişiyinin yanına süd qoyuram. Onun pişiyini südlə doydurdururam. Doyan pişik də aydın məsələdir ki, sıçana baxmaz.
Məsəl üçün elə kartlar var ki, bax belə bir kart var. Buna super mış deyirlər, super sıçan deyirlər. Superman də bizim dilimizdə isə nə ona həmin bu tələnin, nə də o sıçanın, pişiyin ziyanı olmur. Biz məsəl üçün bax bunu qoya bilərik arxayın bir şəkildə. Ya da dayan, bax bura qoyacağam ki, 2 dənə pendiri yemiş olsun. Tələdən də qorxmur. Balam, sən pişiklərin qurtarmır? Bax belə. İndi məsəl üçün mənim tələdən qorxmayan belə bir sıçanım var. Ona görə tələdən qorxmayan sıçanı tələnin yanına bax belə qoyuram. Belə oyun gedir. Yəni pendirləri yığırıq. Pendirlərin ətrafına öz sıçanlarımızı mümkün olanda isə o sıçanı öldürmək üçün bir vasitə yığırıq. Mən məsəl üçün baxıram. Mən burada 2 dənə sıçanım var. Bu yığılıb. Mən götürürəm yanlarına bir pendir qoyuram. 2 dənə sıçanım, ikisi qidalanır onu. İndi kimsə istəyən rəqib də hətta o mənim pendirimdən yeyə bilir. Apardı, qoydu məsəl üçün. Görsən, o da yeyir. Yəni kartımızı ikiliyirik. Elə olmalıdır ki, kartdan 2 dənə olsun. Çalışıram sonuna qədər göstərməyim rəqibə nələrim var, hansı daşlarım var. Deməli. Buradan qoyuram. Düzüm. Hərçənd ki, mənim 2 dənə artıq sıçanım ölübdür, amma mən bu pişiyim üçün görürsüz yemək qoydum. Bax, super mışını qoydum. O pişikdən qorxmur. Tələdən qorxmayan sıçanım var. Görək bunu harda qoyub, harda yedizdirə bilərik. Deyək, bura. Bura qoyuruq. Tələ var və yemək də var. Rəqibin gözü yaşdı. Qanı qaradır. İndi deməli belə. Biz əlimizdəki kartları oynadıq, qurtardıq. İndi biz baxırıq. Burada süd yeyən pişiklərin üstünü örtürük. Bax, bu pişik görsən süd yeyib. Deməli, bu pişik artıq gücdən düşübdür. Bu sıçanı öldürə bilmir. Deməli, bunu bağlayırıq. Südü də bağlayırıq. Ehtiyac yoxdur südə. Baxaq, orada var süd. Bax, bu pişiyi görsən süd yeyib. Bağla onu sən. Məsəl üçün, bu pişiyi bağlamırıq, çünki süd yeməyibdir. Görsən, bunları yeyir. Bu pişiyi də bağlamırıq, çünki süd yeməyibdir. Amma süd yeyənləri bağlayırıq. Sonra tələlərə baxırıq. Hansılar ki, tələlər həmin o sıçanları tutubdur. Bax, məsəl üçün, bu tələ heyfsizlər olsun ki, mənim bu 2 dənə sıçanımı yeyibdir. Rəqibim tərəfimdən. Bunlar bağlanılır. Yəni, bunlar oyundan çıxdılar. Hətta bunlar pendir hissələr belə, bunlar uduzmuş sayılırlar. Sonra baxırıq. Mənə yenə tələlər qoymuşdu bu balaca qız. Sonra bu pişiyi görsən, mən bu 2 dənə sıçanımı yeyibdir. Bunu da bağlayıram. Yəni, bunlar uduzdular. Sonra var yenə də. Yoxdur. Deməli, indi başlayırıq saymağa. Sayım necə gedir? Bax, belə. Tutalım. Nədən? Mənkiləri bağlamadı axı. Sənki nəni bağlayır ki? Bunu yeyibdir. Onu bax yeyibdir, düzdür. Bir dənə o yeyib də. İndi başlayaq sayma. Sayım necə gedir? Bax, məsəl üçün, bir pendirin başına görürsünüz ki, 4 dənə sıçan yığışıbdır da. 3'ü yaşıldır, biri mavidir. Bunu sayırıq. Tutalım 1. Bunun üçün 1, bunun üçün 2, bunun üçün 3. 3 dənəsi yeyildi, düzdürmü? 4, 5, 6. İndi bu pendir üçün sayırıq. 7, 8, 9. İndi bu pendir üçün sayırıq. 10, 11, 12, 12'dən buradadır. İndi bunu sayırıq. 13, 14, burada da var, bu da 15. 15 dənə ümumi yaşıl pendir yeyə bilibdir. İndi gəl mavini sayaq. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10,
10 oradaydı. Bu 11'di. 11. 11 oldu hə səndə? 11. Bunu saydım. Bilmirəm. Bunu saymışam yoxsa yox. 11 12 oldu. Deməli yaşıl qalib gəldi. Təbriklər. Belə. Oyun çox maraqlı oyundur. İçində bunun yazılıbdır necə oynanmaq var, sayılma qaydası, yəni hamısı yazılıbdır içində. Həqiqətən də ailə ilə maraqlı vaxt keçiriləsi stol üstü oyundur.